Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bir qardaş sual verir ki, qadının öz malı, mülkü yoxdur. Amma əri imkanlıdır və qadını həccə apara bilər. Kişinin üzərində haqqdırmı ki, həmin qadını həccə aparsın və ya qadının əri üzərində haqqıdırmı ki, onu həccə aparmış olsun? Baxın, əziz qardaşlarım, kişinin belə bir öhdəliyi yoxdur ki, vacib olan bir öhdəliyi yoxdur ki, öz malı ilə qadını həccə aparsın. Bu barədə Şeyx İbn Teymiyyə rahimehullah, Şeyx İbn Baz rahimehullah, Şeyx Əlbani rahimehullah, Abdülkərim Zeydan rahimehullah və həmçinin Şeyx Salih Əl-Müneccid hafizahullah, bunlar hər biri bu şəkildə fətva veriblər ki, bəli, kişi qadını həccə aparsa yaxşıdır, bu müstəhəbdir, gözəl əməldir, əlbəttə bundan qazanacağı əcr var, bu gözəl bir şeydir, amma bu bir vacibə deyil. Yəni, əgər aparmadığı təqdirdə buna görə günah qazanmaz. Sadəcə burada hökm nədir? Etdiyi zaman savab qazanar, ancaq etmədiyi zaman da günah qazanmayacağı əməllərdən birisidir. Allah Azze və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin və elhamdülillah.